Yenə də bu ayın avqustun 12-si saat 1-ə işləyib. Qardaşlar, Opşin nasosunda Hacı Zeynalabdin qəsəbəsində vəziyyət bərbad gündədir. Cəmaət bax, yapışır. İsti bir yandan, insanların ihtiyacı olan vaxtı su istəyir, su. Siz yezidsiniz, nə siz qardaş? Buna baxın. Bax. Baba, vallahi billah, bu nə bax. Suyumuzu kəsiblər. Nə qədər olar? Nə qədər olar axı? Ay gözəl insanlar, məni izləyirsiniz, paylaşın da. Cənab Prezident deyir ki, nə problemlər var deyin. Mən də çəkib paylaşıram. Hamınız baxın, siz əla qoysun. Neylə mən əla qoymağınızı? Paylaşın da bu bərbad vəziyyəti bir tane görsün də. Cənab Prezident görsün ki, Hacı Zeynalabdin qəsəbəsi batıb gedir. Qardaş, küçələrimiz bərbad gündə. Su iç günündə. Qardaş, su içir, suyu niyə kəsirsiniz? Xəbərdarlıq ediyin. Bu cəmaət şampunlu qalıb. Qurana and olsun, mənə bax. İşdən indi gələn adamlar var, çimə bilmir. Bərbad gündə ye. İnan Allah ki, kireydi bədəniniz. Nə vaxtacan olacaq bu? Nə vaxtacan? Nasosunda istər küçə işıqları, istər nə bilim yolların bərbad vəziyyəti, istər de su idarəsinin bax gördüyü, mən ucu su idarəsindən bezmişəm qardaş. Dəqiqədə bir suyu kəsirlər, dəqiqədə bir suyu kəsirlər. Nə qədər olar? Hamı da durur, baxın, like koy. Qardaşım, rəylər yazın, paylaşın. Bu video geçsin, çatsın Cənab Prezidentə. Qoy ən azından, qoy bunlar Prezidentə məlumat versin. Bizə yalandan deyəcək, Prezidentə yalandan deyə bilməyəcək. Çünki bilirsən, yapışacaq 2 dənə qulağı var belə. Cənab Prezident yox, onun yanındakilər belə tutacaq belə, qaldıracaq belə. Küçük. Hə, onu cavab verərsən. Biz deyirik belə bax, zəng edirik, zəngimizi açmırlar. Qardaş, biz yəni kasıb təbəqəni vecinə alan yoxdur. Rast ki, hələdir, bizim telefonumuza cavab vermirsən, Cənab Prezidentə cavab verərsən. Bəli, artıq bezmişiz sinər bizdən. Bu videoda hamıdan xahiş edirəm, paylaşın. Qoy geçsin Cənab Prezidentə çatsın, başımıza dönərəm, yorulmuşum. İşdən gəlir, yorğun arxın, nə çimə bilirik, nə bir şey, bu nədir axı, bu bir dənə su, nə bilək ki bu su kəsiləcək. Heç olmasa su götürüb çay çəkdə, ağzımız quruyur axı, qurban olmuşsa. Yezidsiniz, nəsizsiz, başa düşmürəm. Ayıb deyilsiniz. Bunun bir dənə hesabı qabaqcıdan, kəsməmişdən qabaqcıdan məlumat verir ki, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində filan problemi olduğuna görə suları kəsmişik. Bunu demək nə böyük bir şeydir ki, biz bu günə sağırsız. Biz də ondan qabaq biləydik, biz suyumuzu götürə bir içəydik. Ayıb deyilsiniz. Xahiş edirəm, məni izləyənlər, kimlər var? Hər kəs paylaşsın, qanında kişi qanı axanlara gedir söhbət. İkiyüzlü, matikli adamlara ehtiyac yoxdur bizə. Çünki, yenə də deyirəm, hər birimizin evində anamız da var, bacımız da var, balalarımız da var, övladlarımız da var. Bax, ağsaqqallarımız da var, xəstəmiz də var, qazimiz də var, şəhid balaları da var, şəhid ailələri də var. Hamı bundan istifadə edir. Qardaş, niyə kəsirsən bunu? Neysə, sağ olun.